Sevgili və zəng elə, mənə elçi düşüblər deyir. Məni qaçırtmalısan. Mənə qədər verəcəklər deyəcəksən, əgər gəlsə, mənə 100 manat pul qazanacaqsan. Sevgilin var? Var, nişanlım var. Zəng eləyəcəksən və deyəcəksən ki, mənə elçi düşüblər, ailəm hə deyib, yəni məni qaçırtmalısan, başqa yol yoxdur. Konum atacaqsan. Əgər gəlsə, mənə 100 manat pul qazanacaqsan. Mənim səhifəmi izləyirsənsə 100 manat pul belə və gəlsə də 100 manat pul belə. Yəni 200 manat gedərsən. Səhifəmi izləyirsən? Xeyr, izləmirəm. Əgər oğlan gəlməsə də izlədiyi və 100 manat qazanacaq. Yoxlayaq? Yox. Alo. Aynen hayat. Necəsən? Yaxşıyam, sən necəsən? Şükür yaxşı olasan. Sənin bir sözün var. Hə, buyur. Ailəm yəni pullu oğlan var, mənə onu vermək istəyirlər. Başa düşməm. Yəni bir çarəmiz var ki, əgər məni sevirsənsə, sən gəlib məni qaçırtmalısan. Zarafat edirsən yoxsa? Yox, ciddiyəm. Bilirsən də bu nə deməkdir? Bilirəm və yəni sən razısan yoxsa yox? Yox, o yox. Mən səni bilirdi ailən istədiyimi. Bilirdi, təbii ki də Məni bilirdi. tanıyırlar. Ailəm bunu bilə-bilə səni başqasına verirlər elə. Vermək istəyirlər. Konum at mənə. Konum gəlir. Tamam. İndi konum atacaqsan, bəs gələcək səncə? Yəqin ki gələr. Məncə bu çox böyük riskdir, çünki səni qaçırtacaq. Mən belə düşünürəm ki, gələcək. Əgər 3 il bir münasibət varsa. Üçlü münasibəti təbii ki də gəlməlidir. Gözləyək, konum at. Çox hazır. Düz 15 dəqiqə keçdi. İndi xanımın sevgilisini zəng edək, görək gələcəkmi, gəlməyəcəkmi. Xanım konum atıb, zəng edək. Sözüm yoxdur. Я не забуду твою